Əziz dostlar, sizi salamlayıram. 10 aprel 2025-ci il, havanın temperaturu 20 dərəcə, saat 11 olacaq birazdan. Mahmudlarda dənizə sıfır, möhtəşəm bir yaşayış kompleksi ilə sizi tanış eləyəcəm. Bu yaşayış kompleksi sizə sarayı xatırladacaq. Yüksək yaşam standartları, yüksək keyfiyyət və gözəl yaşayış sizə təqdim olunur. Yani güzel yaşayış stili bu binada, bu güzel komplekste var. Bunun şahidi olacağıq beraber. İndi yolu keçirəm. Çok üzr istəyirəm. Hal-hazırda elektrik olmadığına göre binanın generatoru çalışır aşağıda. Ona göre ses ola bilər. Bunun için sizden üzr istəyirəm. Ve bina çok güzeldi. Hündür mərtəbəli. Bu binanın en bahalı mənzilinə baxacağıq. En üst qatda gözəl mənzərəli. Ümumiyyətcə bu inşaat şirkətinin çox binasını göstərmişəm. Top 5'e daxil olan en səviyyəli inşaat şirkətidir. Budur, bizim üçün qapıları da açırlar. Qapılar hamısı elektrikli sistemlə çalışır. Elə biz də buradan içəri daxil olaq. Təşəkkürlər, qapıları açdılar. Aşağıda baxın, qapalı parking olan hissədir. Buradan birbaşa qapılar açılır. Açıldıktan sonra içeri daxil olsun. Bax, orada da elektrik qapılardır. İçeriden kontrollü şekilde açılır, bağlanır. Daxil olursunuz içeriye. Orada maşınları park etmek için yer. İndi ora daxil olmağa ehtiyac görmürəm. Yani normal parkingdir bildiğiniz. Bakın, her tarafta ağaçlar. Ve bu ses bize mane olsa da videomu devam elətdirəcəm. Her yerde güzel güller, çiçekler, böyle bir fontan. Doğrudan da bura sarayı hatırladır. Karşı tarafta havuz var. İndi havuza doğru gedirəm. Yaşayış kompleksi bir korpusdan ibarətdir, ama ne korpus, çok güzeldi. Doğrudan da əsl sarayları xatırladır. Bura girişidir. Naxışlar, işləmələr, her şey zövqlü, gözəl. Beyaz bir bina Mahmudlara doğrudan da renk katır, yaraşıq verir. İlk dəfə bu binanın daxilindəyəm və beraber olarak baxırıq buraya. İndi havuza qalxıram. Bura bizim istirahət yerimiz. Ortada böyük havuz var. Her şey en yüksek seviyede inşa olunub. Mahmudlarda böyle güzel binalar tikdiyi üçün əlbəttə ki, bu inşaat şirkətlərinə çox böyük təşəkkür düşür. Dünyanın her yerindən təsəvvür edin, insanlar mənzil alırlar. Kim belə yerdə yaşamaq istəməz ki? Yani yolu keçirsən dəniz, evindən birbaşa dənizə baxırsan, belə gözəl binada yaşayırsan, hovuzun, qapalı hovuzun, burada infrastruktura tamdır. İndi içeri daxil olub hamısını göstərəcəm. Yeraltı parking olsun. Yani bundan artıq nə şərait ola bilər? 5 ulduz oteldə sanki istirahət edirsən. Amma bura sənin evindir. İstədiyin zaman açarla bağla, get, gəl. İlin bütün fəsillərində ev sənə xidmət edir. Belə gözəl hovuz, deyiləcək söz yoxdur. Bina 2023-cü ildə təhvil verilib. Artıq binanın 2 yaşı var. 2 illik bir binadır, yeni binadır. Mənzil isə çox gözəldir. Yuxarıda sona kimi baxın. Mən hər zaman mənzilləri sonda göstərirəm və beraber baxacağıq. İndi isə bu gözəl binanın içine daxil oluram. Sağ tərəfdə resepsiyon bölməsidir. Kamera müşahidə sistemi. Abi kolay gelsin. Sezgin abi. Sezgin abi benim keçmiş qonşumdur. Bizim binada əvvəl yaşayırdı. İndi burada çalışır. Kolay gelsin abi. Biz isə daha burada 2 dənə lift var. Buradan daxil oluruq qapalı infrastrukturanın olduğu bölməyə. Burada da her şey zövqlü və gözəl. Giysilərdən tutmuş. Aşağıda hamamımız var. Orada indi baxarıq. Deməli burada saunadır bizdə sol tərəfdə.
Qəşəng böyük sauna. Hamısı işlək vəziyyətdədir, çalışır. Sağ tərəfdə duz odası var. Müalicə və əhəmiyyət daşıyan bir yerdir. Müxtəlif xəstəliklər üçün çox faydalıdır. Sadəcə gün ərzində bir neçə dəfə 3-5 dəqiqə burada oturmaqla çox böyük fayda əldə edə bilərsiniz. Burada duş, kabinlər, əlbəttə ki, şkaflardır, əşyalar qoymağa və buxar otağı. Burada gözəldir. Və hamısı da şüşələr açıqdır, yəni içərini rahat görmək olur. Və gəldik qapalı hovuzun olduğu yerə. Burada bizim qapalı hovuzumuz çox qəşəng, zövqlü. Bir sözlə hər şey yüksək səviyyədə. Hal-hazırda çalışır qapalı hovuz. İndi aşağı enib hamama da baxaq. Hamamın yeri biraz ayrıdır, nərdivanlarla düşdük ora. Və bu da bizim gözəl Türk hamamımız. Bəli, əziz dostlar, siz belə komplekslərdə yaşaya bilərsiniz, mənzil sahibi ola bilərsiniz. Qiymətlər Türkiyədə 2 dəfə enib, əsasən də Mahmudlarda bu oturma izninin verilməməsi ilə bağlıdır. Amma məsələn, siz Azərbaycanlısınızsa, Azərbaycan vətəndaşsınızsa, il ərzində 3 ay gəlib burada rahat şəkildə qala bilərsiniz, oturma izninə ehtiyac olmadan. Ona görə belə mənzilləri buraxmayın, müraciət edin. 60 min avrodan başlayaraq 2 milyon, 3 milyon avroya qədər evlər, mənzillər, villalar vardır bizdə. Yəni hər qiymətə, hər zövqə. Və bu tərəfə də baxaq, əziz dostlar, burada daxil oluruq. Burada çünki bizdə fitness var. Fitness zalı sizə təqdim edim. Çox böyük olmayan, amma səliqəli, gözəl havalandırma sistemi. Soyunma otaqlarıdır bura. Və bu lift isə bizi aparır qapalı parkingə. Qapalı parkingdən bura qalxırıq, buradan aşağı enirik. Daxil olduğunuz maşını park etdiniz və birbaşa gəlirsiniz buraya, buradan da mənzilə qalxırsınız. Əziz dostlar, indi lifti çağırdıq və qalxırıq yuxarıya. Belə gözəl lift vasitəsilə çıxacağıq yuxarıya. Əziz dostlar, liftlə mənzilin olduğu qata qalxdıq. Bura ən sonuncu qatlardır. İndi sizə doğrudan da çox gözəl bir ev göstərəcəm. Ultra lüks, səviyyəli bir mənzil. 3+1'dir. Hardasa 300 kvadrat metrlik bir mənzildə indi içəri daxil oldum. Yəni bura showroom kimi hazırlanıb, əşyaları, mebelləri hamısı içinə qoyulub. Doğrudan da mənzərəsi sona qədər izləyin. Əsas məsələlər yuxarıdadır. Bura bizim birinci sanuzulumuzdur. Buranın mərmərləri olsun, daşları olsun, nə bilim, iç dizaynı, hər şey ən yüksək səviyyədədir. Uşaq otağıda 2 dənə yatağı var, qardirobu var. Kondisionerlər Mitsubishi markalı kondisionerlərdir. Buradan otağa çıxırıq, üz üstə buradan balkona çıxırıq. Bura uşaq otağının balkonudur. Burada artıq susuram. İndi siz yuxarıdan əsas mənzərəni görəcəksiniz. Dağlar. Çox vaxt itirmədən digər otaqlara baxaq. Bəli, Mahmudların tam mərkəzində çox lüks bir yaşam stili. Burada belə bir şkaf var, nərdivanlar hamısı işıqlandırılıb və daxil oluruq bir digər yataq otağına, qonaq otağı da deyə bilərik bura. Buradan da həminki balkona çıxış var. Bəli, hamı indi fikirləşir bu mənzilin qiyməti nə qədərdir. Mən bütün mənzillərin, göstərdiyim mənzillərin qiymətlərini yazıram, qeyd edirəm videoda və sonda özüm də bildirirəm. Bura isə böyük yataq otağıdır. Bəli, gördüyümüz ən gözəl mənzillərdən biridir bura. Tam bacardığım qədər sizə göstərmək istəyirəm. Baxın, belə yataqlar.
Şkaf və burada sanuzolda öz şəxsi vannası da var. Hansı ki bu vannada oturub belə dənizi seyr edə bilirsiniz. Buradan da balkona çıxım görsədim. Bir balkon burada, əsas böyük balkon yuxarıdadır və salon yuxarıdadır. Və əziz dostlar, bu birbaşa dəniz mənzərəsidir. Bunun qiyməti yoxdur. Baxın, həm Alanya qalası görsəlir, həm dəniz, sadəcə yolu keçirik, dənizdir artıq. Mənzərə, sonsuz dəniz gözümüzün önündədir. Adam söz tapmır bu gözəlliyi ifadə eləsin. Yəni, kamera nə qədər sizə bunu ötürə bilir, zaten görürsünüz. Amma canlı görmək doğrudan da möhtəşəm hisslərdir. Burası sizin mənzilinizdir. Burada balkonda oturub bu dənizi seyr eləmək çox gözəldir. Qapıları o qədər keyfiyyətlidir ki, sanki çox ağırdır açılıb bağlanması. Çünki çox səviyyəli qapılardır. Qapını bağlayan kimi küçədən gələn səs hamısı kəsilir. Və mənzilimiz dupleksdir. Yuxarıdan da girişi var. İkinci qapı yuxarıdandır. Mən buradan nərdivanla çıxıram ikinci mərtəbəyə. Nərdivanlarla qalxdıq. Burada bizdə sadəcə bir mətbəx və böyük salon var. Baxın, sol tərəfdə salon. Əşyalar hamısı hazır qoyulub. Böyük kondisioner, isitmə soyutma sistemi, şkaflar və bu da qapıdır. Bu qapıdan da 11-ci mərtəbədir. Bura daxil ola bilərsiniz və lift buradadır. Və burada mətbəx ayrıdır. Ayrı mətbəx. Mətbəxdə də kondisioner qoşulub. Buradan belə bir yer açılıb, salonu görürsən. Və mətbəxdə ən yüksək səviyyədə qurulub. Smec İtalyan markalı mətbəx əşyaları, xaladenik, soyuducu filan. Elektrikli peç. Bəli, vaxtımız azalır. İstəyirəm sizə balkonu göstərim. Möhtəşəm bir balkona çıxacaq indi. Belə əziz dostlar, bu isə bizim ən böyük balkonumuz. Artıq buradan yuxarıda heç nə yoxdur. Balkonun böyüklüyünə baxın. Buranı bağlaya da bilərsiniz, üzərini, hər şey. Yəni, bura böyük bir terasdır. Burada nə ürəyiniz istəyir, yarada bilərsiniz. Çox böyük teraslarda mən görmüşəm, yəni üzərini bağlayırlar. Müxtəlif, buranı otaq halına sala bilərsiniz. Yəni, böyük qış bağçası halına, qış yəni yeri üçün gözəl şərait yarada bilərsiniz orada. Belə əziz dostlar, videomun artıq 14-cü dəqiqəsi gedir. Instagram 14 dəqiqədən yuxarı video götürmür deyə çalışıram videolarımı bitirim. Çox gözəldir, çox səviyyəlidir. Bəli, bu mənzilin qiymətinə gəldikdə isə 1 milyon 10 min avrodur. Bəli, mənzilin qiyməti düz eşitdiniz. Mahmudların tam mərkəzində dənizə sıfır top 5 inşaat şirkəti 1 milyon 10 min avro. Sağ olun, var olun.